Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün mart ayının 13-ü, həftənin cümə axşamı günüdür və bu dəqiqə olan bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Belə ki, Azza tanınmış məşhur brend olan Azzada da bəzi məhsullarda uyğunsuzluq aşkarlandı və satışdan çıxarıldı. News 365 AS sayti məlumat verir ki, akt əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı Azza Agro Qapalı Səmlər Cəmiyyətinin istehsalı olan Firmaza MT nişanı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən yağda bitki sterinləri ilə yanaşı yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstəricilər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pastörizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qalmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.